خب آیه 17 18 سوره یونس. Bak şu. آیه 18 okuyor. Euzu billahi mineşşeytanirracim. آیه 18 سوره یونس. و یعبدون و مردم غلط مردم عبادت لله پرستش لله من دون الله Allah'ın əvəzinə becan ki Allah'a ibadət edirlər. Dun yəni əvəz. İlk gündə bu bartboyda dunu yazacağım. Dunun da Quranda müxtəlif mənaları var. Bir də əvəzdir. Becayı. Məmulən min dunillah deyəndə əvəz mənasındadır. Əvəz xudavənd. مردم غلط پرستش لله به جای الله ما بی افراده چی بی اشیانه چی ما یعنی افراد اشیا بیچونده ما yazacağım ما جهدان یعنی اشیایی که چیزهایی که جهدان کسانی که جهدان خدایی که Allah'a da Kur'an'da ma deyip mesela bu ayette ve nefsin ve ma sevvaha an dola nefse ve ma ve an dola o Allah'a ki ma yani Allah ki o nefsi kamil yaradı. Bu da ma otlar ya şahsiyetler یا افکار غلط کسانی که یا چیزهایی که به جای الله افراد غلط ستایش لله عبادت لله ما بی موجوداتی که لا یضرهم ولا ینفعهم که بولارا نه ضرر yetirler ne menfaat. Allah demiyor ki her zat ki size zarar yetiyor ya menfaat yetiyor onu ibadet ediyor. Veli bir de ele özümüşler de. Bir de mesela günü perestiş eleyipler. Niye? Çünkü gün menfaat yetiyor. Gün özü bin o Allah'lığı lider. Gün olmasa zindecanlık yoktu ki. Gün olmasa ışık yoktu, hararet yoktu, yani zindecanlık tətil. Ay da hakeza, sarılar da hakeza. Ya Hindistan'da ineğe pərəst eləyiblər. Bəlkə ki, inek olaya zindecanlık verir də. Cümə günü mən Büyükşənbədə dünən. Bir dənə o evdə uşaq var idi. Qədimi bir kitaplardan bir tavsiye getirmişdi. Dovvum ibtidai mesela bir 30 il bundan qabaq. Orada bir dənə dərs yazmışdı. İneğe razı. Bir xanavadeydi, bir xanım idi. Kızı var idi. Bir də inəklər var idi. Bir xanavadeydiler. Bir ağa, bir xanım, bir dənə kız. Bir dənə inək var idi. İneğin de buynuzları var idi. Buynuzları da tiz idi. Bu ineğden geçinirdiler. Cahtan bu ineğin buynuzu değerli bir şeylere. O çeşavez teslim tutmuştu ki bu ineğin buynuzlarını kessin. Ve bilmiyorum ki bu nezih kalmıştı. Ay beratı azam be.
Yaxşı. O vaxt sonra bir ləhzə bir dənə qurd gəlir. Qurd gələndə bunlar qorxurlar, bu inək o onlardan difa eləyib, poşbe o qız və o xanım qurd həmlə eləyəndə qurdun qarnı keçir bu inəyin buynuzlarına. Və o da gəlir deyir ki, Allah, yaxşı oldu ki, mən bu inəyin buynuzlarını kəsmədim ha. Doğum ibtidaidadır. Cəlib idim. Ki, dərsi din və dərsi əqlaniyyət vermişdir. Da ki, Allah, o da, axıda bu nəssən alıb ki, Allah heç da bir cəhət xəlq eləməyib. Mənzurum budur ki, əgər Hindistanda inək pərəst eləyib, bərabər ki, inək bu cüzsüz difa eləyir xətəratda, yeri şoxm eləyir, süt verir, bar çeşdir, kulli mənfəət verir. Bir yerdə ki, kulli dəramət inəkdəndir, bəs bu inəklə bircə Allahlıq eləyir. Gün də bircə Allahlıq eləyir. Bir cümlədə ərz eləyim. Əğləb o şeylər ki, murdə pərəstiş qərar tapıb, benəhvi əzənha insanın zindecanlığında müəssirmişdir. Və Allah olmazsa insan olar pərəstiş eləsə. İndi buyurur ki, Quran haqsız bir şeylər pərəstiş eləyirsə, heç sizə faydası yoxdur, zərəri də yoxdur. Zərər olsa niyə pərəstiş eləyək qorxudan? Allah etiraz eləyir. La əğəl Allah'a pərəstiş eləyin ki, ya bir şey pərəstiş eləyin ki, sizə mənfəət yetir, ya ondan mümkündür xətər gələr. İndi soruşsan, etiraz edirsən, deyirsən, baba, bu mücəssəmə. Bu nəyə pərəstiş eləyirsən? Bu nə inəkdir, nə gündür. İnəyin, günün bir mənfəəti var. Bu botun nə mənfəəti var? Ya bəzi şəxsiyyətهای gözəştəni pərəstiş edirlər. Bir qoca bir kişidir, qalıb bir quşədə, bu nə sizi öldürər, nə də sizə pul verir. O nəyə pərəstiş edirsən? Ümdə botlardır. Onlar bir o cevaplar var bu etiraza. Allah'ın etirazına, Kur'an etirazına cevaplar var. Deyirlər, baba, ey Peyğəmbər, sən bilmirsən, heç bu Allah da bilmir. Qoy deyək da, niyə pərəstiş eləyirik? Tüm bu botlar ki, mücəssəmədilər. Bunlar ya bir Peyğəmbərlər mücəssəməsidir, bir şəxsiyyətə mühim mücəssəməsidir, ya da firiştələrin mücəssəməsidir. Bu şəxsiyyətə mühim ki, həman ənbiya ola, ya mühim adam ola, ya firiştələr bizdən şəfaət eləyəcəklər. Da indi özünə əlimiz satmayıb, mücəssəməsini pərəstiş eləyirik. Diqqət buyurun. Yəqulunə, Peyğəmbərin Allah'ın etirazının qabağında deyirlər, haulâe, bizim bu məbudlarımız, bu botlar şufəauna indəllâhi. Qiyamətdə şəfaət eləyəcəklər. İndi Allah etirazı olan etirazına etiraz eləyib. Qol, ya Resulullah, bunlara dinən ki, sizin vaqən bir əsrardan xəbəriniz var. Elə bir şeylərdən xəbəriniz var ki, Allah'ın xəbəri yoxdur. Dərsə ki, Allah hər zatdan xəbəri olar. Qol, ya Resulullah, bunlara dinən, ətonəbbeunə, Allah'a, aya Allah'a xəbər verirsiniz. Bema o ittifaqata ki, o mevzudata ki, o əxbara ki, la ya'lemu, Allah bilmir fis semavat və la fil ərz, nə göydə, nə yerdə. Yəni, əgər qərar olar bu botlar şəfaət eləyərlər, bu botların sahibi şəfaət eləyər, Allah onu bilərdi da. Şəfaət ayrı əfradın vəzifəsidir, ayrı əfradın işidir. Ənbiya, awliya, şühəda,
Firiştələr, onlar ki, Allah onlara təyin eləyib və eləyəcək, onlar şəfaət elər. Toy paranteza. Siz fikirlədiyiniz əfrad və bu potdan sahibi biduni iznillah şəfaət eləməyəcək. Allah şəfaəti mütləq rədd eləmir. Quranda şəfaət var. Muntaha adresi iştibah etmək. Deyirsiniz, adresi iştibah edirsiniz. Vaqən şəfi axtarırsınız, gəl, ənbiya oğluyan da azar, peyğəmbərin də azar. Bu peyğəmbər sizdən şəfaət eləyə bilər. Nə botlar? Bir də bu ayəti oxuyurlar, nəticə alırlar ki, şəfaət mütləq yoxdur. Nəxi, Qurana diqqətlə oxusalar, görərlər ki, bu dünyada da şəfaət var, elə qəbl az mərc şəfaət var, bəd az mərc də şəfaət var. Muntaha şəfaəti ki, bu dünyada şəfaət var, ənbiya, ovliya, rəhbəran, şəfaət eləyən, köməli eləyən. Şəfaətin, bir gündə şəfaəti yazaram bir da. Şəfaətin neçə mənası var? Bir mənası köməklik eləmək. Müəllimlər şəfaət eləyir, dədələr şəfaət eləyir. Ənbiya, ovliya şəfaət eləyir, adam hidayət eləyir. Gün Qurandan çıxır, gün şəfaət eləyir. Yəni gün bizə zindəcanlıq və köməklik eləyir də. Ay şəfaət eləyir, təbiət şəfaət eləyir. Bu dünyada şəfaət var. Ahirətdə də şəfaət var. Muntaha şafiyəni ərz elədik ki, əfrad təyin eləməyəcək. Allah təyin eləyəcək. Pəs şəfaət mütləq nəfi olmadı, qələt şəfaət nəfi oldu. Dər vaqa Allah islah eləyir əqidə-i şəfaəti. O əfradi ki, o Quran oxuyanlar ki, o elə indi Vəhabilər də əqləb bunları bir diqqətli ilə məna eləyirlər. Heç indikilər elə bətər oxuyub məna eləmirlər. Qədim ki, alimləri elə binabə eləli gəliblər, bir də nəf eləyiblər şəfaəti, o qalıb bunların beynində. Sərih Qurandan şəfaət təyin olur. Burada da elə betorizmli təyin olur. Buyurur ki, Subhanehu, Allah pak و münezzehdir ki, bu botları ya sizin zehninizdən keçən əfrad ki, qələtdir, onlara şəfi qərar verər. Və Teala, Allah bərtərdir bu sözlərdən. Amma yoşrikuna, bunlar şirkidir. Bu şirkidir, sən gələsən, hər kəs öz rəhbərin özünə şəfi qərar verər. Nəxi? Bu rəhbərin gəl müşəxəssat olur. Və ma kanə, bu mətləb qutuldu. Və ma kanən nasu illa ümmətən vahidətən. Bu cümlənin mənası budur ki, gözəştələrdə mərdum ümmət-i vahid idilər. Toy parantez der əğləb vüzü məşhurdur, der توحید. Yəni mərdum müvəhhid idilər. Allah mərdumu müvəhhid xəlq edir. Allah olmaz kafir xəlq edir. Həm kafir xəlq edir, həm gələ etiraz edir. Deyir, niyə kafirsiz? Onda əqlənəzü gələ. Allah botpərəst xəlq edir. Materialistlər bu cür deyirlər. Bir də müfəssirlər də materialistlər kimi deyirlər. Materialistlər, yəni onlar ki, Allaha, mavara, təbiyə, beşdən həmən mütəqidlərlər, mənəviyyata, müzərrədata mütəqidlərlər, onlar deyirlər materialist. Onlar deyirlər ki, din در اثر تکامل جوامع tapılıb. Ki mütəəssifənə, o bir dənə bir yaxşı danışmand var idi. Xanım Sədiqə ya Siddiqə Vəsməqi böyük müştehiddir xanımlarda. Danışgah Tehranda. Əvvəlin xanım ki müctehid olub danışgahda o xanımdır. Vəli
çok âli de məqalət yazardı. Bəli, əxirən Peyğəmbər nübüvvətə razı gələt bir kitab yazıb. به نام مسیر پیامبری کلا نفی eləyib. Materialistlər nəzər təyin edib ki, əxirən də hicabın rəsmən götdü, zindana da düşdü. İndi də elə müxaliflərinə tərəfdir də o xanım. O xanım lap cədidtərin kitab ki, bu zəminədə yazılıb, qədimdən yazarlar ha, bu zəminədə kitab. Bu xanım Vəsməqi yazıb. Kitabın da adı Məsir-i Peyğəmberidir. Bunlar deyirlər ki, mərdum aram-aram در اثر تکامل gəlib bu həddə yetişib. İnsanlar heyvan imişlər. Heyvanlar kimi yaşamışlar. Və bunlar elə در اثر cəhl و cəhalət bu cür məzahir təbiəti pərəstiş eləmişlər, kafir imişlər, müşrik imişlər, butpərəst imişlər. Bu növ ayatı da bu cür məna elərlər. Mərdum ümmət vahid idilər در کفر. Ki sonra nübüvvət tapılıb, mərdumi ağah eləyib. Olan tərcüməsi budur bu ayətdə. Mən elə xanım Vəsməqin kitabına nəqd yazmışam. Mən bunları nəqd eləmərəm ha. Amma da gahdan adam məsbur. O bir nəzər. Vəli bu müqabilə bir ayrı nəzər var. Bir fikirlik o nəzər düzdür. Quran o nəzər tədil ki, mərdum müvəhhiddilər. Ümmət vahid der tevhiddilər. Ki sonradan bir əvamili gəlib bunları kafir eləyib. Diqqət buyurun. Ma kânən nasu illa ümmeten vahideten. Mərdum ümmət vahid idilər. Parantez açacaq. Der tevhid در موحد بودن در دینداری ولی sonralar ilal ve avameli mucib oldu fahtalafu. Bunların arasında ihtilaf tapıldı. İhtilafu menfi kelimattandı Kur'an'da. Həmişə yox ha. Galibən insanlar mordində ihtilafu yani menfidir. Yani qələt iş gördülər. Tevhiddən çıxdılar. Darlısına bakın. Lola kelimetun səbəqət min Rabbikə. Əgər Allah qəblən qol verməsəydi. Allah qol verib, təəhhüd eləyib, qanun keçib. Ki mərdum qələti, mərdum kafiri bila fasilə tövbih eləməyəcək, tənbih eləməyəcək, mücazat eləməyəcək. Çün Allah qanun geçir ki, günahkarlara, qələt əfrada icazə versin. Bəlkə sonra adam oldular, tövbə elədilər, bilafasla olan müzazat eləməyəcək, ona işarədir. Lola kəlimətun səbəqə, kəlimətun yəni qanun. Əgər Allahın qanunu qəblən səbəqət, yəni sibqət almasaydı, yəni qəblən yazılmasaydı ki, mən möhlət verəcəm. Ləqoziyə bəynəhum. Onda hökmlərdir onların arasında. Çünkü bunlar kafir olurlar, tutar belay asman olsunlar. Ama Allah bilafasıla merdumi geleti tutar belay asman eləməz. Nüdreten belay asmanı gelip merduma. Fîmâ fîhi yehtelifûne. O mesaili ki onun arasında ihtilaf sağlarlar. Xülasəyə bu aya budur ki, mərdum əvvəl müvəhhid idilər, əvvələn fitrətə müvəhhiddirlər. Quranda ayatımız var ki, insanlar Allah pak xəlq eləyib, xalis xəlq eləyib, düzgün xəlq eləyib. O vaxt bir müşkilati, bir narahatçılıqları, ixtilafları içəri mərdumu küfrə tərəf aparır. İndi buyurur ki, در واقع Allah etiraz eləyir. Siz ki gəlibsiz öz başınızdan, özünüzə bu botları şəfi qərar veribsiz. Bu mütabiq fitrətinizdəyir. Sizin fitrətinizdə, fitrətin bir tərəfi yəni ağlınızda yazılmamışdır ki, bu bot bir səndən şəfaət eləyə bilər. Bot nə qarədir? Bəlkə ağlı var, müraciə eləsən, təşxis verə bilərsən.
آیه بعد منتها فقط آخر آیه da yeni cevap bizi bezançı diyorlar. Çıraklar xamışlıyorlar. Serbestxana açmaq çatan ya zindan kimi ya yerdə xamışı var. Bizim zindanda da bu Yok, şeyde sabahları yatarlar. Saat 9'da hayye kavuşası yatın. ve serbest. Şimdi bize de cevap sıra xamışlayacaqlar. Və yəquluna lawla unzila alayhi ayatun min rabbih. Bunlar Kur'an'ı bombanı mucize kabul eləmiydilər. Elə eşitmişdilər tarixdə ki, o bilsən bir anın ayrıcı mucizatı var. Mesela Hazreti Musa mucize eləyir, işarə eləyir, rudenil qan olur. Ya dağı götürür, Allah pak dağ gedi göğe, işarə eləyir, dağ gedi göğe, göydən gəlsin tutsun olan başına. Vağan gözləri ilə dağın göğe getməni görüblər. Yani ki, daşın içindən dəvə çıxıb. Özde balası var devenin. Bu mucizatı bu Araplar eşitmiştiler. Kitaplarda var, Kur'an'da da var. O cür bir mucize istediler. Kur'an'da var. Mesela deyirlər, bu Məkkədə ki, bu qat dağı var. Bunları qızıla təbdirlər. Sən ki, sən Allah hər zada qadirdir. Kur'an'da da bu dağlar qızıl olsun. Kişi sən bu iş gör var. Onda biz sənə iman gətiririk. İndi bu cüzatda işarədir. Yəquluna lawla unzila alayhi ayatun min rabbi. Eğer bu peyğəmbərdir, niyə biz istəyən ayələr, mucizələr gətirə bilmir. Onlardan gətirsin. Biz də inanaq da. Ya mesela o biyabanı bərəhudda deyib bağ-bağat olsun, nəhrlər cari olsun. Əzibə biz zindicanlıqlar. Fəqul ya Resulullah sen de bunlara dine. Bunlar bütün səfih suallar verirlər. Ənbiyaya tohin edirlər. Vəli yoxdur ki, Quranda peyğəmbərlər deyir ki, baba qoy cəhənnəm olun gedin. Bu cür tohin eləyər. Onlar peyğəmbərə tohin elər, peyğəmbər də onlara tohin eləmir. Əslən yoxdur, bimarit də yoxdur. Hətta məsələn deyir, səfih eləmir. Bu söz də demir. Baxın, bunlar bu səfih suallarının qabağında Peyğəmbər göndərdi. Allah öyrədi. Qul innəməl qeybu lillahi. Bunlar qeybə mərbutdur. Bunlar bu Allahın ixtiyaratındadır. Allah eləyə bilər qızıl eləsin dağları. İstəsə Allahın əlindən gələr. Mənə rəbti yoxdur. Fəntəziru. Siz də müntəzir olun. Bəlkə bir gün bu ittifaqa düşəcək. Bu da bir dənə xası muciziyə, qələbəyə İslam'a mərbutdur. İnni məkum minəl muntəzirin. Mən də sizdən müntəzirəm ki, ayəndə də nəzir olacaq. Bənabərin o şeylər ki, Allahın ixtiyarındadır, mənə rəbti yoxdur. Çox sağ olasınız bu miqdar. Bəqiyə inşallah qalsın. Gələn həftə axir cələsəmizdir. Qəbləz. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Allah razı olsun.